Hər vaxtınız xeyir əziz izləyicilər. Agentliyimiz tərəfindən həyata keçirilən işlərin qısa icmalını diqqətinizə çatdırıram. Bir neçə gündür həmkarım Anar Nəcəflinin işindən ayrılması ilə bağlı məlumatlar yayılır. Bunun doğru olub-olmadığını onun özü ilə dəqiqləşdirdik. Dediklərini olduğu kimi sizə də təqdim edirik. Mənim işdən ayrılmama görə narahat olan hər kəsə təşəkkürümü bildirirəm. Qeyd edim ki, heç yerə getməmişəm, hazırda da iş başındayam, qaldığımız yerdən yolumuza davam edirik. Hər kəsin yolu açıq olsun. Məlumat üçün təşəkkür edirik, şadıq ki, hər şey qaydasındadır. İndi isə keçid alaq növbəti xəbərlərə. Zəngəzur dəhlizinin yaradılması istiqamətində işlər davam etdirilir. Artıq Horadiz-Ağbənd avtomobil yolu demək olar ki, hazırdır. Bunu Prezident İlham Əliyev Naxçıvana səfəri zamanı müsahibəsində deyib. İdarə heyətinin sədri Vüsal Nəsirli avqustun 27-sində növbəti vətəndaş qəbulunu keçirəcək. Bu dəfə Qəbələdə Oğuz və Qəbələ rayonlarının sakinlərinin müraciətləri dinləniləcək. Ulduz metro stansiyası qarşısındakı yol sahəsində tikinti işlərinin növbəti mərhələsinə başlanıb. Bu işlər paytaxtın yol infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir. Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə Bakının 110 küçə və prospekti təmir olunur. Bu çərçivədə artıq 30 yol sahəsində təmir işləri icra olunaraq yekunlaşdırılıb. Aydada prioritetlərin müəyyənləşdirilməsi və nəticə yönümlü iş yanaşması mövzusunda təlim keçirilib. Digər təlimdə isə yük maşınları üçün xüsusi icazə və buraxılış kartlarının rəsmiləşdirilməsi qaydaları izah olunub. 31,9 kilometrlik Xankəndi-Şuşa-Laçın yolunda yenidən qurma işləri davam etdirilir. Layihə üzrə inşa olunan 5 tuneldən birində qazma işləri tam başa çatıb, digərlərində isə işlər davam edir. Bugünlük bu qədər. Növbəti icmalda görüşənədək yolunuz hər zaman açıq və təhlükəsiz olsun.